Deməli uşaqlar, bugünkü mövzumuz noun, isimdir. İsim ümumiyyətlə Azərbaycan dilində olduğu kimi şəxslərin, əşyaların və yaxud da ki, hadisələrin adını bildirən əsas nitq hissəsidir. İsimlər quruluşuna görə Azərbaycan dilində olduğu kimi ingilis dilində də 3 qrupa bölünür. Simple nouns, sadə isimlər. Sadə isimlər həm Azərbaycan dilində, həm ingilis dilində eynidir. Sadəcə bir kökdən ibarət olurlar. Yəni məsələn, sofa, divan, temple, məbəd, insect, həşərat və yaxud da ki, table, stol, pen, qələm, pencil, karandaş və s. Derivative nounslar nədir? Düzəltmə isimlərdir. Derivative nounslar kökdən və şəkilçidən ibarətdirlər. Məsələn, difference, fərq, fərqlilik. Differ sözün kökü feildir, differ, fərqlənmək deməkdir. NC şəkilçisi artırılaraq düzəltmə ismə çevrilibdir. Meeting, iclas, meeting deməkdir. Meet sözün kökü ing, yəni ing şəkilçisi isə isim düzəldən şəkilçilər sırasındadır. Meeting, meet görüşmək, meeting iclas mənasını verir. Söz düzəldicisi şəkilçilərdə özü iki yerə bölünür. Bir var sözün sonunda işlənən son şəkilçilər, yəni sufikslər. Bir də var sözün əvvəlində işlənən ön şəkilçilər, prefikslər. Sufikslər, burada 20-yə yaxın sufiks var. Hər bir şəkilçini oxuyursunuz və hər birinə aid ən azı bir dənə nümunə əzbərləyirsiniz. Məsələn, mən sizə yazılışınla deyəcəm ki, rahat olsun. Çünki bunu testdə yazılışınla tapırsınız. Ure-ture şəkilçisi. Ure-ture şəkilçisinə aid nümunə desək, create, yaratıq. Create, yaratmaq. Ure şəkilçisi artırılıb, olub yaratıq. Sonra ag formasında yazılan şəkilçi. Marriage, nikah. Marry, evlənmək. Ag artırılanda isə ismə çevrilir, olur evlilik, nikah. Sonra ance, ence şəkilçisi. Assistance, kömək. Assist, kömək eləmək. Ance, isim düzəldən şəkilçi. Ant, ent. Yenə assistant. Burada artıq oldu köməkçi. Assist sözün kökü, ant isə isim düzəldən şəkilçidir. Assist sözü feildir, kömək etmək mənasındadır. Sonra an, iyan şəkilçisi. Music sözün kökü, musician, musiqiçi. Dom, kingdom, krallıq. King, kral, dom, lığrik şəkilçisi, isim düzəldən şəkilçi. Are, or şəkilçiləri. Teacher, teach sözün kökü feildir, öyrətmək deməkdir. Şəkilçisi artırılıb, olub teacher, müəllim. Hood, childhood, uşaqlıq. Child sözün kökü uşaq. Hood isə lığrik şəkilçisidir, isim düzəldən şəkilçi. Tion, description, descript, təsvir etmək. Description, təsvir. Feildən isim düzəltdi, tion şəkilçisi. Ist, artist, rəssam deməkdir. Art özü rəsm deməkdir və yaxud da ki, rəsm çəkmək deməkdir. İst şəkilçisi artırıldı, oldu isim rəssam. Ment, development, inkişaf. Develop sözün köküdür, inkişaf etmək deməkdir. Ment şəkilçisi artırıldı, oldu isim development. Ness şəkilçisi kindness, mehribanlıq. Kind sözü mehriban, ness şəkilçisi artırıldı, oldu mehribanlıq. Ship şəkilçisi friendship, dostluq. Friend sözün kökü dost deməkdir. Ship artırıldı, oldu dostluq. İty formasında yazılan şəkilçi possibility, mümkünlük deməkdir. Possible, mümkün, sifət deməkdir. İty şəkilçisi artırıldı, oldu mümkünlük. Th şəkilçisi strength, güc. Bu kökündən dəyişərək düzəltmə ismi olubdur. Strong, necə, sifət, güclü deməkdir. Strength isə çevrildi, oldu isim, güc. Sonra al formasında yazılan şəkilçi approval, bəyənmək. Bəyənmək yox, bəyənmə. Approve, bəyənmək. Approval, bəyənmə. Like'lama da deyirik buna. Daha sonra full, handful, bir ovuc. Hand sözü əl deməkdir, ovuc deməkdir. Full şəkilçisi artırılanda da olur
bir ovuc. Və yaxud da ki, spoonful. Spoon sözü özü qaşıq deməkdir. Spoonful olanda olur qaşıq dolusu. Sonra y şəkilçisi. Honest, dürüst. Honesty, dürüstlük. Sonra ing şəkilçisi. Building, bina. Build sözünün özü feildir. Build tikmək mənasındadır. İng şəkilçisi artırıldı. Oldu building, bina, isim. Sonra ty şəkilçisi. Certainty, əminlik. Certain, əmin deməkdir. Ty şəkilçisi artırıldı. Oldu certainty, əminlik. Ship sözü ilə bağlı belə bir qeydimiz var ki, ship bir söz düzəldici şəkilçi idi. Məsələn, bayaq sadaladıq. Friendship, dostluq. Amma shipin bir də gəmi mənası var. Gəmi mənasında bu söz düzəltmə yox, mürəkkəb isim yaradır. Məsələn, airship, hava gəmisi, spaceship, kosmik gəmi, battleship, döyüş gəmisi, warship, müharibə gəmisi. Bu 4 mürəkkəb sözü əzbərləyirik. Çünki testdə bizi çox çaşdırırlar. Variantların birində verilir friendship, birində də verilir spaceship. Və bizdən soruşur ki, məsələn, düzəltmə ismi tap. Biz təbii ki, friendship'i götürəcəyik. Friendship, burada ship sözü şəkilçidir, söz düzəldicidir. Deməli, düzəltmə sözdür. Yox, əgər bizə friendship verdi, bir də warship verdi. Dedi ki, mürəkkəb ismi tap. Bu zaman da warship'i götürürük. War, müharibə, ship, gəmi. Müharibə gəmisi. Bu qeydimiz də belə. Sonra prefikslərə gəlirik. Ön şəkilçilər. Prefikslərdə ön şəkilçilər adından da bəlli olduğu kimi isimlərin önündə işlənir. Məsələn, misprint, çap səhvi. Disappearance, qeyb olma. Impatience, səbirsizlik. Un yazılır yəni. Unemployment, işsizlik. Inexperience, təcrübəsizlik. Forecast, proqnoz. Formasında yazılır. Preposition, söz önü. Və sonuncu irresponsibility, məsuliyyətsizlik. Ön şəkilçilər də bu qədərdir. Bunlar da əzbər tələb eləyir. Və son olaraq şəkilçilərlə bağlı belə bir də qeydimiz var ki, cins bildirən sözlər var ki, şəkilçiyə görə dəyişir. Məsələn, aktor, akt sözün kökü or şəkilçi, aktyor kişiyə deyilir. Aktris, aktrisa, qadın deməkdir. Akt sözün kökü sonuna res şəkilçisi artırılıb olub aktrisa, qadın. Hero, qəhrəman, kişi deməkdir. Heroin, heroin, nə bilim, kokain falan deyil qətiyyən. Testdə bunu görəndə ağlınıza elə şeylər gəlməsin. Heroin, qəhrəman, qadın deməkdir. Bu da